Cruises.azın değerli dostları, müşterileri, Voyager of the Seas Royal Caribbean Amerikan gemi şirketinde günorta yemeği ve açık bufet restoranı. Günorta vaxtlarında əsasən insanlar daha az olur. Çünki gəzməkdə, dincəlməkdə, deməli girər-girməz sol və sağ tərəflərdə əl yumaq üçün, baxın belə bir həmən girişdə təşviq edirlər ki, həmən əllərinizi yuyun və daha sonra yemək yerinə keçin. Deməli, bar hissəsi burada əlavə ödənişləndir. Bunlar, bu isə əlavə ödənişləndir. Çörək və salatların olduğu bölüm. Hinduşka. Həm yeməklərin hamısını saymayacağım, amma yavaş-yavaş gedərək sizə yeməkləri göstərə bilərəm. Kifayət qədər geniş menüdür. Çox yemək var. Həddən artıq müxtəlif növlərdə pendir həvəskarları mənim kimi. Burada isə pulsuz əldə edə biləcəyiniz su, buz və limonadlar, müxtəlif növ bişnə, iced tea. Burada da kofelər. Lavazza firmasından su, kaf kofe və regular kofe. Bunlar pulsuz şəkildə əldə edə biləcəkləriniz. Girişdə olanlar pulla idi. Girişdəkilər pulla. Belə böyük pəncərəli, rahat bir şəkildə kənarı seyr eləyərək işıqlı bir yemək bölümü. Veganlar üçün olan isə ət bölümü, hot doglar, hamburgerlər, atışqatri. Həmən sağ tərəfdə deməli əldə edə biləcəyiniz atışdırmalıq sandviç tipli və görürsünüz burada da tost aparatı var, hansı ki oradan da istidir və ya tost bişək tost şəklində əldə edə bilərsiniz. Burada balıq. Təkrar edirəm, indi günorta yeməyi vaxtıdır. Bu hələ gəminin tam dolduğu bir hal deyil. Çünki bir çoxu şəhərdədir insanların, gəzirlər. Meyvə bölümü. Sonra tatlı bölümü. Kifayət qədər geniş şirniyyat çeşidləri var. Və çox da dadlıdır. Mən bizdə yeməyi yedikdən sonra çəkirəm. Amma əmin olun ki, kifayət qədər dadlıdır. Belə ketçup mayonezlər. Sonra bir başqa yemək bölümü, ətlərin olduğu kartoşka püreləri, bir qism tatlı, salatların olduğu bölüm. İstədiklərinizi, yəni bu stationda olanların istədiklərinizi əlavə elətdirib hazırlada biləcəyiniz yemək tipi. Bax belə. Kifayət qədər böyük, ümumi zalı çəkilmənsə, kifayət qədər böyükdür. Buradan görürsünüzsə, görürsünüz ki, bu şəkil çox böyük bir restoran, açıq bufetdir. Belə, hamımıza nuş olsun.